Yəni, uşaq görür ki, səs atıram, daha da qızışdırır özünü. Deyirəm, bir dənə meşə elə bir yer ola ki, orada elə bir zərər verici heç nə olmayanda aparıb qoyasan ora. Hə, amma orada da şey olmuyor da, sonra şəhərə gətirəndə bu mühitə öyrəşə də əhliləşdirməyə zada ehtiyac olmuyor təzədən. Valla böyükdə sən orada bir 20-25 yaşına qədər, evlənmə yaşına qədər də. İndi qismətində evlənmək nə vaxtda da adam bilə ki, misal üçün Allah bunun qismətinə 20 yaşında, 25 yaşında, 20 neçə yaşında evlilik qismət eləyib. Onda aparıb qoyasan meşəyə, doğan kimi aparıb qoyasan meşəyə, orada böyüyə. Sonra şey eləyəsən, evlənmək vaxtı da gətirəsən, meşədən çıxardasan, gətirəsən, meşədən çıxan kimi normal adam şeyində olar da, dəyişik hərəkətlər eləmir. Sonra evləndirəsən, deyəsən get, sən Allah get, məndən uzaqda, yaşa.